7-ci bölüm. Don Corleone'yə sui-qəsd edilməmişdən bir gün əvvəl onun sadiq, güclü və qorxunc silah daşıyanı düşmənlə görüşə hazırlaşırdı. Luca Brasi, Salazzo'nun nümayəndələri ilə ilk dəfə 2 ay əvvəl görüşmüşdü. O, bunu Don Corleone'nin öz əmri ilə etmişdi. Tattaglia ailəsinə məxsus olan bir neçə gecə klubunda olmuş və ən məşhur telefon qızlarından biri ilə görüşmüşdü. Luca Brasi yataqda tez-tez Corleone ailəsinin onu layiqincə qiymətləndirmədiyini və onun işlərinə mane olduğunu demişdi. Bu əlaqənin başlamasından bir həftə sonra gecə klubunun direktoru Bruno Tattaglia Luca'ya yaxınlaşmışdı. Bruno Tattaglia ailəsinin kiçik oğlu idi və ailəyə məxsus olan fahişəxanalarda əlaqəsi yox idi. Lakin onun gecə klubu uzun ayaqlı rəqqasələrlə məşhurlaşmışdı və şəhərin əyyaşları üçün ilk məktəb hesab edilirdi. İlk görüşdə Tattaglia Brasi'yə ailənin boks əlcəyi olmasını təklif etmişdi. Oyun demək olar ki, bir ay sürmüşdü. Luca gənc və gözəl qıza vurulmuş aşiq rolunu, Bruno Tattaglia isə rəqibindən bacarıqlı işçini qoparmağa çalışan biznesmen rolunu oynamışdı. Belə görüşlərin birində Luca güya razılaşdığını bildirib dedi: "Bir şey aydın olmalıdır. Mən heç zaman xaç atasının əleyhinə çıxa bilmərəm. Mən Don Corleone'yə hörmət edirəm və anlayıram ki, o ailənin işlərində mənə yox, öz oğullarına üstünlük verməyə məcburdur." Bruno Tattaglia yeni nəslin nümayəndəsi idi və Luca Brasi, Don Corleone və öz atası kimi lovğalara nifrət edirdi. O cavab verdi: "Mənim atam sənin Corleone'nin əleyhinə çıxmağını gözləmirsə, hansı əsasla? Hamı hamıyla yola gedir. İndi köhnə zamanlar deyil. Sadəcə, əgər sən iş axtarırsansa, bunu atama deməyə hazıram. Bizim işlərdə həmişə sənin kimi adama ehtiyac var. Bu iş ağır işdir və yalnız sənin kimi adamların hesabına hər şey rəvan gedər. Qərara gəlsən, mənə de." Luca çiyinlərini çəkdi. "Mənim indiki yerim də pis deyil." Luca narkotik əməliyyatı və gözlənilən gəlirlər haqqında bildiyini Corleone ailəsi ilə əlaqədən kənarda bu piroqdan pay almaq istədiyini göstərməli idi. Belə olduqda Türkün planlarından xəbərdar olardı. Məsələn, o, Don Corleone'ni incitmək istəmir ki, 2 ay nəticəsiz olaraq gözlədikdən sonra Luca Don'a dedi ki, görünür, Salazzo qisas almaq istəmir. Don ona müşahidəni davam etdirməyi tapşırdı, lakin təzyiq göstərmək istəmədi. Don Corleone'yə sui-qəsddən biraz əvvəl Luca Brasi gecə klubuna gəldi. Bruno Tattaglia onun stolunda oturdu. "Mənim dostlarımdan biri səninlə danışmaq istəyir," o dedi. "Onu bura gətir," Luca dedi. "Mən sənin dostlarınla danışmağa hazıram." "Yox," Bruno cavab verdi. "O səninlə təkbətək danışmaq istəyir." "Kimdir o?" Luca soruşdu. "Sadəcə mənim dostumdur," Bruno Tattaglia dedi. "O sənə nəsə təklif etmək istəyir. Bu gecə onunla görüşə bilərsənmi?" "Əlbəttə," Luca dedi. "Nə vaxt və harada?" "Klub səhərə yaxın saat 4-də bağlanır," Tattaglia yumşaq səslə dedi. "Niyə bu zaman burada ofisiantlar stolları yığışdırarkən görüşməyəsiz ki?" "Hə, onun vərdişləri onlara məlumdur," Luca düşündü. "Onu yoxlayıblar. O adətən gündüz saat 3-də 4-də yuxudan oyanır. Günorta yeməyi yeyir. Sonra ailədən olan dostları ilə kart oynayır, yaxud öz gözəlçələrinin yanına gedirdi. Bəzən gecə yarısı kinoya baxır, sonra isə gecə klublarından birinə 1-2 qədəh içməyə gedirdi. Dan söküləndə heç zaman yatmağa getməzdi. Ona görə də gecə saat 4-də görüşmək təklifi ilk baxışdan göründüyü kimi qeyri-adi deyildi." Əlbəttə," o dedi. "Mən saat 4-də bura qayıdaram." Sonra klubdan çıxıb taksi tutdu və 10-cu Avenuedakı mebelli mənzilə getdi. O uzaq qohumlarının yanında yaşayırdı. Onun 2 otağı mənzilin qalan otaqlarından xüsusi qapı ilə ayrılmışdı. Bu onun ürəyincə idi.
Çünki bir tərəfdən ailə həyatı illüziyası yaranırdı, digər tərəfdən isə gözlənilməz hücumdan müdafiə olunurdu. Hiyləgər tülkü Salotso bugün öz tülkü quyruğunu göstərmək istəyir, Luka düşündü. Əgər iş uzansa, bu Don Corleone'yə gözəl milad hədiyyəsi olar. Luka çamadandan güllə keçirməz jileti çıxartdı. Sonra soyundu. Jileti üstündən isə köynək və pencəyini geyindi. Düşündü ki, bəlkə Long Beach'ə Dona zəng edib son hadisələri danışsın. Lakin Donun heç zaman heç kimlə telefonla danışmadığını bilirdi. Həm də Luka'nın aldığı tapşırıqdan heç kimin, hətta Hagen və Sonny'nin də məlumatı yox idi. Luka həmişə özü ilə tapanca gəzdirirdi. Onun silah gəzdirmək üçün xüsusi icazəsi vardı. Bu, $10.000 başa gəlsə də, onu axtarış zamanı həbs olunmaqdan xilas etmişdi. Ailə işinin əməliyyat hissəsinin rəhbərlərindən biri olan Luka tapancanı çox qiymətləndirirdi. Lakin bu gecə ona etibarlı tapanca lazım idi. O tapancanın kimə məxsus olduğunu bilməməlidirlər. O, klub istiqamətində getməyə başladı. 48-ci küçədə biraz avaralandı. Patsy'nin İtalyan restoranında şam yeməyi yedi. Saat 4'ü göstərəndə kluba girdi. Nə qapçı, nə də qarderobçu var idi. Bruno Tatakli onun qolundan yapışıb zalın küncündəki bara tərəf apardı. Luka qaranlıqda rəqs meydançasını və orkestr üçün yerdə metal oxa bərkidilmiş mikrofonu gördü. Bruno'nun təklif etdiyi viskidən imtina edib oturdu və sigaret yandırdı. Yəqin ki, söhbət türkün yox, başqa birinin haqqında gedir. Lakin otağın uzaq küncündəki qaranlıqdan Salotso çıxdı. Salotso Luka'nın əlini sıxıb onun yanında oturdu. Tatakli türkün qarşısına stəkan qoydu. O isə minnətdarlıq əlaməti olaraq başını tərpətdi. Bilirsən mən kiməm? Salotso soruşdu. Luka başını tərpədib qəmli-qəmli güldü. Siçovullar yuvalarından çıxır. O məmnuniyyətlə bu satqının işini bitirəcək. Səndən nə xahiş edəcəyimi bilirsənmi? Salotso soruşdu. Luka başını yellədi. Biz böyük işə başlayırıq, Salotso dedi. Yuxarıda olanlar ən azı milyon qazanacaq. İlk partiyadan sonra sənə 50.000-in qarantını verə bilərəm. Söhbət narkotiklərdən gedir. Gələcək onundur. Sən niyə mənə müraciət edirsən? Luka soruşdu. İstəyirsən ki, mən öz donumla danışım? Solotsonun üzündə istehzalı təbəssüm vardı. Mən artıq Donla söhbət etmişəm. O bu işdə iştirak etmək istəmir. Mən onsuz da keçinə bilərəm. Lakin əməliyyat üçün mənə güclü adam lazımdır. Deyirlər ki, öz ailənin içindən həyatın o qədər də şən keçmir və sən bizim tərəfə keçməyə hazırsan. Bu şərtlərdən asılıdır. Luka çiyinlərini çəkdi. Solsa diqqətlə ona baxdı və qərarını dedi. Mənim təklifim haqqında bir neçə gün fikirləş. Sonra yenə danışarıq. O dedi. O əlini uzatdı, amma Luka güya bunu görmədi və siqareti ağzına tərəf apardı. Bruno Tatakli alışqanı çıxarıb Lukaya uzatdı. Bu an o özünü çox qəribə apardı. Alışqanı piştaxtanın üstünə atdı və Luka'nın sağ əlindən möhkəmcə yapışdı. Luka cəld reaksiya verdi, azad olmağa çalışdı. Lakin Solotso onun sol qolunun dirsəyindən tutmuşdu. Buna baxmayaraq Luka onların ikisindən də güclü idi və arxada daha bir nəfər olmasaydı, yəqin ki, onların əlindən çıxacaqdı. Arxadakı adam ipək ilcəyi Luka'nın boğazına keçirdi. İlcək möhkəmcə sıxıldı. Luka boğulurdu. Onun üzü göyərmiş, əlləri zəifləmişdi. Tatakli və Solotso indi çətinlik çəkmədən onu tutmuşdu. Onlar çox qəribə vəziyyətdə dayanmışdılar. Arxadakı adamsa ipi bərk-bərk sıxırdı. Luka'nın gücü tükənirdi və o döşəməyə yıxıldı. İp o qədər sıxılmışdı ki, dərini kəsib ətə girmişdi. Luka'nın gözləri hədəqəsindən çıxmışdı və bu gözlərdəki yeganə insani şey təəccüblü baxış idi. Luka Brazi ölmüşdü. Mən istəmirəm ki, onu tapsınlar, Solotso dedi. Əsas odur ki, onu məhz indi tapmasınlar.
o çevrilib qaranlıqda gözdən itdi.